Hörmətli xanımlar və cənablar, əziz həmvətənlər, bir neçə dəqiqədən sonra 2013-cü il başlayır. 2012-ci il isə ölkəmiz üçün çox uğurlu il olmuşdur. 2012-ci ildə ölkəmizin uğurlu, dinamik inkişafı təmin edilmişdir. Ölkə qarşısında duran bütün vəzifələr uğurla icra edilmişdir. 2012-ci ildə bizim iqtisadiyyatımız uğurla inkişaf etmiş və iqtisadiyyatda yenə də inkişaf özünü göstərir. Ən sevindirici hal ondan ibarətdir ki, qeyri-neft iqtisadiyyatımız təxminən 10% artmış və bu onu göstərir ki, bizim iqtisadi islahatlarla bağlı olan siyasətimiz çox uğurludur, çox təsirlidir. İqtisadiyyatımız çox şaxəli iqtisadiyyatdır və əminəm ki, gələcək illərdə ölkəmizin dayanıqlı iqtisadi inkişafı üçün əlavə imkanlar yaranacaqdır. Bütün iqtisadi göstəricilər çox yüksək səviyyədədir. Yoxsulluq 6%-ə düşmüşdür. İşsizlik 5,2%-dir. Bu il 100 mindən artıq yeni iş yerləri açılmışdır ki, son 9 il ərzində 1 milyon 100 mindən çox iş yerləri açılmışdır və iş yerlərinin açılması bilavasitə işsizliyin aradan qaldırılmasına xidmət göstərmişdir. Beynəlxalq reyting agentlikləri 2012-ci ildə ölkəmizin kredit reytinglərini artırmışlar. Bu da böhranlı il üçün çox gözəl, əlamətdar bir hadisədir. Azərbaycan iqtisadiyyatı dünya miqyasında rəqabət qabiliyyətliyinə görə 46-cı yerdədir və əminəm ki, gələcək illərdə bizim yerimiz daha da yüksək olacaqdır. İqtisadi sahədə aparılan islahatlar, düşünülmüş siyasət bizə imkan verir ki, sosial məsələlərin həllində də biz böyük nailiyyətlərə imza ataq. 2012-ci ildə maaşlar, pensiyalar qaldırılmış, ünvanlı sosial yardımı 10 minlərlə ailəni əhatə edir. 2012-ci ildə Sovet əmanətlərinin qaytarılması prosesi başlamışdır və əminəm ki, gələn il bu proses başa çatacaq və MDB məkanında Azərbaycanda bu sahədə aparılan siyasət ən yüksək qiymətə malikdir, çünki ən yüksək əmsalla və ən qısa müddət ərzində bu əmanətlərin qaytarılmasına biz nail olacağıq. Bütün bu məsələlər onu göstərir ki, həm iqtisadi, həm sosial sahədə düşünülmüş siyasətimiz öz konkret nəticələrini verməkdədir. 2012-ci ildə məcburi köçkünlərin problemlərinin həlli üçün çox böyük işlər görülmüş və 20 min köçkün yeni mənzillərlə, evlərlə təmin edilmişdir. Gələn il 20 mindən artıq köçkünün yaşayış şəraiti yaxşılaşdırılacaq və beləliklə dövlət proqramının icrası nəticəsində biz köçkünləri, bizim soydaşlarımızı gözəl şəraitlə təmin edəcəyik. Ancaq əlbəttə biz torpaqlarımız işğalçılardan azad olunandan sonra bugün hələ də işğal altında olan torpaqlarda yeni binalar, qəsəbələr, şəhərlər salacağıq ki, öz vətəndaşlarımızı gözəl şəraitlə təmin edək. Mən əminəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Bizim gücümüz artır, həm iqtisadi sahədə, həm hərbi sahədə. Beynəlxalq mövqelərimiz möhkəmlənir. 2012-ci ildə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində çox ciddi siyasi hadisələr baş vermişdir. İlk növbədə bu məsələlərlə məşğul olan Minsk qrupunun həmsədr ölkələrinin, dövlət başçılarının bəyanatını mən qeyd etmək istəyirəm ki, o bəyanatda deyilmişdir ki, status quo qəbul edilməzdir. Yəni, bu onu göstərir ki, artıq bu işğalla heç kim, hətta bu məsələ ilə məşğul olan vasitəçilər funksiyaları özlərinə götürən ölkələr də bu vəziyyətlə barışmaq istəmir. Status quo-nun dəyişdirilməsi işğala son qoyulması deməkdir. Eyni zamanda 2012-ci ildə
Azərbaycanın qoşulmama hərəkatının zirvə toplantısında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı çox tutarlı və ədalətli qətnamə qəbul edilmişdir. Və o qətnamədə deyilir ki, bu münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Eyni zamanda 2012-ci ildə NATO-nun zirvə görüşündə də qəbul edilmiş qətnamədə də məsələnin, yəni Ermənistan-Azərbaycan münaqişəsinin ərazi bütövlüyü əsasında həll edilməsi haqqında məsələ qoyulmuşdur. Yəni, qoşulmama hərəkəti və NATO-nu birləşdirən ölkələr dünya birliyinin mütləq əksəriyyətini təşkil edir. Və bu ölkələrin mövqeyi bir mənalıdır. Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. Başqa münaqişənin həlli yoxdur. Onu da qeyd etmək istəyirəm ki, bir də demək istəyirəm ki, Azərbaycan heç vaxt öz əzəli torpağında ikinci qondarma erməni dövlətinin yaradılmasına imkan verməyəcəkdir. Bugünkü Ermənistan tarixi Azərbaycan torpaqlarında yaranmışdır. Bu tarixi biz yaxşı bilirik. İrəvan xanlığı, Zəngəzur, Göyçə mahalı, bütün bunlar bizim tarixi torpaqlarımızdır. İkinci erməni dövlətinin Azərbaycan torpağında yaradılması heç vaxt mümkün olmayacaq. Azərbaycan buna heç vaxt imkan verməyəcəkdir. Dağlıq Qarabağa heç vaxt müstəqillik verilməyəcəkdir. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək və bugün işğal altında olan bütün şəhərlərdə, o cümlədən Şuşada, Xankəndidə Azərbaycan bayrağı dalğalanacaqdır. Mən hesab edirəm ki, məsələnin həlli ilə 2013-cü ildə vasitəçilər tərəfindən daha konkret təkliflər verilməli və işğalçı məcbur edilməlidir ki, tezliklə işğal edilmiş torpaqlardan çıxsın. Bununla bərabər, heç kəs üçün sir deyil ki, biz ordu quruculuğu prosesi ilə çox ciddi məşğuluq. Azərbaycan ordusu Cənubi Qafqazın ən böyük qüvvəsidir. Ordunun inkişafı üçün bütün lazımi tədbirlər görülür. 2012-ci ildə böyük miqdarda hərbi texnika, silah-sursat, təyyarələr, helikopterlər, artilleriya qurğuları, hava hücumuna qarşı qurğular gətirilmiş. Eyni zamanda daxildə 40-dan yuxarı sənaye müəssisəsində hərbi təyinatlı məhsulların istehsalı təşkil edilmişdir. Biz ordumuzu 2013-cü ildə daha da gücləndirəcəyik və ordumuza xərclənən vəsait Ermənistan büdcəsindən 50% çoxdur. Və bundan sonra da bu istiqamətdə məqsədyönlü, hərtərəfli siyasət aparılacaqdır ki, tezliklə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi öz həllini tapsın və Azərbaycan öz ərazi bütövlüyünü bərpa etsin. Enerji təhlükəsizliyi məsələlərinə gəldikdə 2012-ci ildə çox əlamətdar hadisə baş vermişdir. TANAP layihəsi imzalanmış və TANAP layihəsi bizə imkan verəcək ki, Azərbaycanın zəngin qaz resurslarını dünya bazarlarına böyük həcmdə daşısın və TANAP layihəsi hesab edirəm ki, son illər ərzində nəinki ölkəmizdə, regionda, Avropa qitəsində enerji təhlükəsizliyi ilə bağlı olan məsələlər arasında ən böyük addımdır. Və TANAP layihəsinin təşəbbüskarı da Azərbaycan olmuşdur. Və əminəm ki, TANAP layihəsini Azərbaycan öz tərəfdaşları ilə vaxtı-vaxtında icra edəcək və beləliklə Avropanın enerji xəritəsi böyük dərəcədə dəyişdiriləcəkdir. Eyni zamanda 2012-ci ildə digər vacib layihə Bakı-Tbilisi-Kars dəmir yolu layihəsi uğurla icra edilmiş. Əminəm ki, gələn il biz bu dəmir yolunun açılışını qeyd edəcəyik. 2012-ci ildə humanitar sahədə böyük işlər görülmüşdür. Bakı demək olar ki, sivilizasiyalar arası diyaloqun təşkili üçün, genişləndirilməsi üçün artıq dünya mərkəzinə çevrilmişdir.
və uğurla keçirilmiş ikinci beynəlxalq humanitar forum, onun nəticələri, bu sahədə əldə edilmiş uğurlar bizim ölkəmizi həm dünyaya təqdim edir, eyni zamanda bizim təcrübəmiz, mən əminəm ki, başqa ölkələrdə öyrənilir. Çünki Azərbaycanda yaşayan bütün millətlərin, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar, mehribanlıq şəraitində yaşayırlar və yaşayacaqlar. Və milli və dini dözümlülük, tolerantlıq Azərbaycanın böyük sərvətidir. 2012-ci ildə idman sahəsində böyük qələbələr əldə edilmişdir. London Yay Olimpiya oyunlarında Azərbaycan tarixi qələbə qazanmışdır. 10 medal qazanmışıq. Onlardan ikisi qızıl, ikisi gümüş, 6 bürünc medal və tarixdə ilk dəfə olaraq 10 medala biz imza atdıq. Və beləliklə dünya miqyasında olimpiya oyunlarının yekunlarına görə Azərbaycan 30-cu, Avropada 15-ci, müsəlman aləmində isə 3-cü yerə layiq görülmüşdür. Və ilin sonunda bir şad xəbər də bizə çatdı. Dekabr ayında Avropa Olimpiya Komitəsinin Baş Assambleyasında 2015-ci ildə 1-ci Avropa Olimpiya oyunlarının Bakıda keçirilməsi haqqında tarixi qərar qəbul edilmişdir. Bu da bizim böyük qələbəmizdir. Bu oyunlar tarixdə birinci oyunlar kimi qalacaqdır və Avropanın birinci olimpiya oyunlarını Azərbaycanda, Bakıda keçirmək əlbəttə bizim üçün böyük şərəfdir, böyük məsuliyyətdir və eyni zamanda ölkəmizdə görülən işlərə Avropa Olimpiya ailəsi tərəfindən verilmiş yüksək qiymətdir. Nəzərə alsaq ki, bu il biz Avropanın və dünyanın birinci mahnı müsabiqəsini, Avrovision müsabiqəsini böyük məharətlə, ustalıqla keçirmişik. Əminəm ki, Avropa Olimpiya oyunlarını da biz yüksək səviyyədə keçirdəcəyik. Bax, bütün bu dediyim sahələrdə 2012-ci il uğurlu il kimi tarixdə qalır və bizə imkan verir, yəni bu əldə edilmiş nailiyyətlər bizə imkan verir ki, 2013-cü ilə də böyük nikbinliklə biz baxaq. Əminəm ki, gələn ildə ölkə qarşısına duran bütün vəzifələr uğurla icra ediləcəkdir. Bugün biz eyni zamanda dünya Azərbaycanlılarının həmrəyliyi gününü qeyd edirik. Bu fürsətdən istifadə edərək dünyada yaşayan bütün Azərbaycanlıları səmimi qəlbdən salamlayıram, onları təbrik edirəm, onlara bildirmək istəyirəm ki, onlar fəxr edə bilərlər ki, bugün dünyada müstəqil Azərbaycan dövləti var. O Azərbaycan dövləti ki, bugün dünyanın bir nömrəli beynəlxalq qurumun BMT Təhlükəsizlik Şurasının üzvüdür. O dövlətdir ki, hətta böhranlı illərdə öz iqtisadi inkişafını davam etdirmiş, öz daxili resurslar üzərində güclü iqtisadi zəmin yaratmış və gələcəyə böyük ümidlərlə və böyük nikbinliklə baxır. Mən bütün dünyada yaşayan bütün Azərbaycanlıları bu gözəl bayram münasibəti ilə həm dünya Azərbaycanlılarının həmrəylik günü, həm yeni il bayramı münasibəti ilə bir daha ürəkdən təbrik edirəm. Hər bir Azərbaycan ailəsinə can sağlığı, xoşbəxtlik arzulayıram. Bayramınız mübarək olsun.
Fəsillər dolandı, aylar, günlər, saatlar, dəqiqələr, saniyələr keçdi. Miladi təqvimlə köhnə il 2012-ci il başa çatdı. Tarixin neçə min illik yaddaş saxlanğıcına qovuşdu. Planetimizə, eləcə də doğma vətənimizə, müstəqil Azərbaycan Respublikasına yeni il gəldi. 2013-cü il. Gəlişi mübarək, qədəmləri uğurlu, arzu muradlı, xeyirli, bərəkətli olsun. Hamınızı yeni il münasibəti ilə ürəkdən təbrik edirik. Xalqımıza, Azərbaycan Respublikasının bütün vətəndaşlarına bu yeni 2013-cü ildə əminamanlıq, xoşbəxtlik, bol sevinç, saadət arzulayırıq. Və fərəhlə xatırladırıq ki, bu yaxınlarda UNESCO-nun xüsusi qərarı ilə 2013-cü il Ümumdünya Nizami ili elan olunur. Arzu edirik ki, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü bütünlüklə 2013-cü ili əhatə etsin. Bu il 50 milyonluq bütün Azərbaycan xalqının mənəvi birlik, bütövlük, həmrəylik ilə dövlətimizin daha böyük qələbələr, tarixi uğurlar ilə olsun. Bu təzə ildə haqq, ədalət zəfər çalsın. Doğma Qarabağımız, ulu yurdlarımız, əzəli əbədi torpaqlarımız işğaldan azad olunsun. Qədim dövlətçilik tarixinə malik xalqımız müstəqilliyinin yeni yollarında əzmlə irəliləsin, qrup yaratsın, daha uca inkişaf zirvələri fəth edərək bütün arzularına, istəklərinə qovuşsun. İnanırıq ki, qəti əminik ki, əbədi milli azadlığına, dövlət müstəqilliyinə qovuşan Azərbaycan Respublikası Prezident İlham Əliyevin müdrik, uzaq görən, realist, pragmatik rəhbərliyi ilə bütün arzularını həyata keçirəcək. Bu təzə ildə, 2013-cü ildə də tarixi uğurlar qazanacaq. Bir daha yeni ilinizi təbrik edirik əziz tamaşaçılar, möhtərəm xalqımız. Bayramınız mübarək.